Böyle her vaxtınız xeyir olsun. Yine mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliğinin sədri Kamil Abdullayev. Bu məlumatlar ki yayılır Azərbaycan Xalq Cəbhəsi haqqında, Ramiz Mehdiyev haqqında, onların işbirliyi, müsavat haqqında bundan dəhşətə gəlir. Ölkədə siz təsəvvür edirsinizmi? Görün, elə getsə elə 90% xəyanətkar, şərəfsiz, ləyaqətsiz, namussuz çıxacaqdır. Siz inanırsınız ki, Ramiz Mehdiyev hansısa bir çevrilişlə Azərbaycanda hakimiyyəti devirmək istəyir? Buna inanımınız var. Nə bilim, vallah. Mən şəxsən Ramiz Mehdiyevin hansısa bir çevrilişlə, vətənə xəyanətlə əlaqəsi olduğuna inanmıram. İnana da bilmərəm. Bu dairədə Mehriban Əliyevanı hörmətdən salmaq, onun gücünü əlindən almaq kimi bir fakta söykənir və ölkənin rəhbərinə əzələ nümayiş etdirmək üçün atılmış bir addımdır. Ramiz Mehdiyev ağsaqqal artıq yediyini yeyib, içdiyini içib, 28 il, 30 ilə yaxın bir dövrdə Azərbaycan xalqının demək olar ki, hakimiyyətdə başına açmadığı bəlalar olmayıbdır. Və bu haqqında da kifayət qədər danışmaq olar. O ki qaldı gəlsin İlham Əliyevə xəyanət eləsin, mən buna inanmıram. Bu daxildə olan dairələr var, o iki qurtlu dairələr var. Birinci atdılar, Mısır Merdanov gəldi, filan kəs belə getdi. Ondan sonra Hafız Hacıyev gəldi. Bunlar sizə aydın olsun. Dostlar, burada bir məqsəd var. Nəyin bahasına olursa olsun bir tezis var. Mehriban Əliyevanın hakimiyyətə gəlməsinə maneçilik göstərsinlər. Və oturublar prezidentin yanında ancaq gecə, gündüz, axşam, səhər bunu fikirləşirlər. İndi darıxmasınlar. Son bir neçə gündən sonra Mehriban Əliyeva da yəqin ki, sözünü deməyi bacaracaq. Çox böyük əzalar nümayiş elətdirirlər, özlərinin yan yörələrini gücləndirirlər. Bilirəm, var belə qüvvələr və öz adamlarını müəyyən vəzifələrə təyin eləyirlər. Və İlham Əliyevin bu hansı onlara etibarından istifadə eləyərək deməli, müəyyən dairələrdə ancaq bunlar təmsil olunmalıdır. Ramiz Mehdiyev dünən sırahanı 2 günə qədər sizin yanınızdaydı. Onunla nəfəs alırdı. İndi Ramiz Mehdiyev atıflar ortalığa ki, güya Ramiz Mehdiyev çevriliş eləyir. İlham Əliyevi yıxmaq istəyir. Yox, İlham Əliyevi yıxmaq istəyən dairələr İlham Əliyevin ətrafındadır. Vallahi, Allah and olsun, çox qorxuruq. Bilirsiniz niyə qorxuruq? Çox təhlükəli bir oyun gedir. Zaman gələcək ki, siz mənim bu sözlərimə bir daha istinad edəcəksiniz. Hansı ki, Ramiz Mehdiyev haqqında demişdim. Ramiz Mehdiyev təmiz adam olmayıbdır, bunu bilirik. Amma ondan da çirkin insanlar bu dəqiqə İlham Əliyevin ətrafındadır. Ondan da şərəfsiz, ləyaqətsiz insanlar bu dəqiqə prezident administrasiyasında öz şükuralarını, o sifətlərini demək olar ki, qoruyurlar və İlham Əliyevə əzələ nümayiş etdirmək istəyir. İlham Əliyevə yox, burada Mehriban Əliyeva faktoru var. Bir də Mehriban Əliyevaya əzələ nümayiş etdirmək faktoru var. Ölkədə bundan başqa heç bir problem yoxdur. Yəni bilin, istəyir Xalq Cəbhəsi olsun, istəyir Müsavat olsun, istəyir Ramiz Mehdiyev olsun, kimliyindən az deputatlar olsun, kimliyindən asılı olmayaraq bugün bir komanda var. Bu komanda, onun işi, gücü Mehriban Əliyevadır. Onu oradan uzaqlaşdırma. Mehriban Əliyevaya görə baxarsınız, İlham Əliyev hakimiyyəti puça çıxacaq. Neçə ki, İlham Əliyev bu hakimiyyətdə onları təmizləməyib, onlara etibar eləyir və bunun axırı yoxdur. Bunu bilin. Bir mənalı şəkildə. O da onun ətrafındadır. İlham Əliyev elə qoruyurlar ki, elə qoruyurlar, axşam səhər gün orta ki, yəni cənab prezident öz fikirlərini tam şəkildə bunların xeyrinə həll eləsin. Bu qədər. Yoxsa müxalifət belə getdi. Ölkədə bir məsələ var. Mehriban Əliyeva hakimiyyətə gəlməsin. Nə ki var,
bu dəqiqə Mehriban Əliyevanı təhqir elə, Mehriban Əliyevanı söy, Paşayevləri söy, sənə nə istəyirlər, bütün yollar açıqdır. Onları təriflədinmi, evin yıxıldı. Bu da əsas məsələ.